Görəsən bu evdə heç olmasa bir nəfərin ağlı başındadırmı deyə soruşmaq istəyir və elə buna görə də bu yazını yazıram. Çox güman ki, indi danışacaqlarıma heç kim inanmayacaq. Çünki əlimdə bunu sübut edəcək heç bir elmi əsasım yoxdur. Ancaq indi deyəcəklərimi hər hansı bir məşhur yazıcı, jurnalist yaxud aktyor mətbuat konfransında dilə gətirsəydi, əminəm ki, vəziyyət tamamilə fərqli cür olardı. Bəlkə də dünyada baş verənlər ya da istər inan, istər inanma kimi proqramlarda evimizdə baş verənləri göstərə, müsahibə belə verə bilərəm. Amma mənim cəmi 19 yaşım var. Seulun tanınmış universitetlərinə qəbul olma ehtimalım da çox azdır. Buna görə də danışdıqlarının doğruluğu belə şübhə altına alınacaq gənc bir qızam. Yaşadığım 19 illik həyatıma and olsun ki, bir müddət bundan əvvələ qədər ağlım başımdaydı. Ancaq indi buna belə şübhə edirəm. Məhz bu səbəbdən bu əhvalatı yazmağa başladım. Evimizdə baş verən qeyri-adi hadisələrin qarşısındakı çarəsizlikdən sizin fikirlərinizi öyrənmək istəyirəm. Zorlu şey. Ben de üniversitede okuyorum. Buradan ne danışırsan? Deyirsən o biraz sizin ailənizdə. İndi o qaza qoydu, niyə bu qədər rahat oldun? Ama şaşırdım. Ey, atam haqqında belə danışma. Hə. Amma nənəmin vəziyyəti çox ağırdır ya, sonraları çıxar. Nə? Nənən xəstədir. Niyə demirsən bunu? Yaxşı çıxmaz. Sabah mütləq ziyarətə gələcək. Nəsə olub? Bizə gəldiyin vaxtdan bəri heç danışmamışıq. Heç. Sadəcə elə belə. Başım qarışıq çıxarlar, bilirsən. Anamın vəziyyəti yaxşı deyil. Görürsən bu dəfədən xəstəxanaya aparmaq lazımdır. Amma 6 aydır ki, heç vəziyyəti dəyişmir. Görürsən vəziyyəti yenə dəyişir. Vallahi bilmirəm, nə olacaq axırı. Mən də bilmirəm. Düz deyirsən. Ay qız, bilmirəm ki, həkimlər düz 6 ay əvvəl demişdilər ki, hazırlaşın. Amma indi heç bir qurtum su belə içə bilmir. Ay qız, bir gəl bura. Ay, yaxşı, məni çağırırlar deyəsən. Axır gəlib çıxdın. Hə, gəldim, nə olub ki? Doğrudan da bu qadın canı önümə çox əlləşdi. Ölsəydi artıq tapar. Vallahi məncə də ye. Vaxtında tədbir görmək lazımdır. Məncə artıq başlamalıyıq. Ana. Anacan. Mənim heç taqətim qalmayıb. Bu gecə yanımda sən qal. Sıyıq gətir. Çay gətirin. Xoş olsun. Konfeti ver görüm. Anam da lap ağlını itirib. Yazıq anam. Son 5 ildir axı. Yazıq qardaşım. İşdə də stres, evdə də stres.
Biz gedirik. 3 saat sonra gələcəyik. Vicdansız. Nə baxırsan? Niyə yox da datdı? Şaban getir. Təəssüf edirəm, amma qızınız eşitməsini tamamilə itirib. Üstəlik qızdırma da qaraciyərini zədələyib. Axı niyə birdən belə oldu? Heç cür ona kömək etmək olmaz. Bu nə iş idi belə başınıza gəldi? Ananın sağalmağına sevinə bilməmiş, uşağın sağlamlığından oldu. Bacı, xahiş edirəm danış mənimlə. Qorxma. Mən səni hər şeydə qoruyacağam, söz verirəm. Ev sahibləri evdə yoxdular. Bilmirəm, təmizlət işlərlə məşğuldular. Qoy xanım qayıtsın, mütləq maraqlanacaq. Deyəsən qapı döyüldü, sonra danışarıq. Hoş gəlmisiniz. Lan nə suyu? Görünsün nə gətirmiş? Gəlin, sizinlə öz bir dənə əhvalat danışdım. Hardasa 30 yaşım oldu. Ölkədə müharibə gelirdi. Çox amansız yoxsulluq içindəydik. Həmin vaxtı sizin ananızdan və 3 dayınız da var idi. Amma heç bir yemək yeyə bilməyib, ölüb getdilər. Mən heç o vaxtı kuzu kökü belə tapa bilmirdim. Heç bilirsiniz o nədir? Həmin vaxt ümumiyyətlə mən nə gördüm yeyirdim. Histanı da, qurbağanı da. Hələ bir dəfə histanı yemişəm, daha sonra zəhərləndim. 3 balım da belə getdi. Çox dəhşətli idi. Ondan sonra bir də tövbə elədim, sıçan yemədim. Daha sonra bir də gördüm ki, ambarda pişik səs gəlir. Yaxınlaşdım, bir də gördüm ki, ana pişik öz balalarını doğurur. Ondan hey qan gəlirdi ki, heç cür kəsilmirdi. O mənə baxdı və bildi ki, mən nəyə görə gəlmişəm. Daha sonra öz balalarını yeyib qutardı. Bu pişiklər belədir də. Həmişə öz balalarını yeyirlər. Yaxşı, qorxmayın. Xanım Park bugün vəsiyyətnaməni yeniləyib və bundan sizin də xəbərdar olmanızı istədi. Sağ olduğu müddətdə bu vəsiyyətnamə hər ay mən tərəfindən yenilənəcək. Əgər o vəsiyyəti dəyişdirmədən vəfat edərsə, bu vəsiyyətnamə mümkün qədər tez icra olunacaqdır. Sualınız var? Necə yəni bu adam Ana indi öz bacısının evində qalsa da,
Onsuz da yas mərasimini biz keçirdəcəyik. Onda elə gəlib bizim evimizdə qalsın da. Nə olsun ki, evimiz balacadır. Nə dedim mən? Bu haqda danışmaq hər halda mənim məsuliyyətim deyil. Mən sadəcə xanım parkın sadə kişisiyəm. Ay gəlin, doğrudur. Yasda olan bu sözləri demək doğru deyil. Amma sən də artıq özünü düşün. Ölən ölüb, qalan qalıb. Sən artıq bu evə gəlmə. Axı biz hansı zəmanədə yaşayırıq? Yox, mən də bu evin rəsmi olaraq ailə üzvü və gəlməyəm. Ömrümün axırına qədər bu evdə anaya qulluq eləyərək yaşayacağam. O da bunu istəyərdi. Xəstə ananı heç yerə qoyub gedən deyiləm. Ana, ölmə! Axı sizə dedim ki, gəlib xəstəxanada qalar. Ay cəmaat, hazır görmək lazımdır. Hər hal bu gecə sən çıxmayacaq. Alo, ağır yaralı var, tez gəlin. Bulyon getirin. Yok, sıyık. Nə oldu? Bu yazıq qulluqçudan nəsə xəbər var? Deyirdilər ki, beyin sökəlməsi keçirdi. Vay, yazığın oğlu universitetdə, əri də xəstə. Nə olacaq mən axır öyrənməli? Bugün vəkil John zəng elədi. Aha, Dedi anam yenə vəsiyyətnaməni dəyişib. anamın halı artıq çox pisləşib. Gərək hamımız yanında olaq. Bilmək olmaz. Xanım Park, bildirməliyəm ki, qulluqçunuzun ölümündən sonra ailəsi təzminat tələb edir. Bunun hamısı onun səhvi idi. O həmişə ehtiyatsız idi də. Evin kiçiyi belə sorda yıxılmayıb. Qanuni tədqiq heç bir təzminat ödəmirik. Onsuz da elə insanlar həmişə bağlardan nəsə qoparmaya çalışırlar. Elələri həmişə hiləgər olur. Hər halda bu gecəni sağ çıxarmayacaq. Vaxtında hazır görməliyik. Uşaqlar, tez bura gəlin. Yadındadır ana. Keçən dəfə qonşu yasdan necə elədi? Ay qız, bu nə geyimdir belə? Get dərsini oxu. Arası girsək? Yox. Prosta çıxıram. Sizcə də bu evdə yaşlanmaq üçün çox gənc və gözəl deyilsiniz. Bilirsən nə var? Yaxşı bir cərrah tanıyıram. Burnumu qaldırsan, çənəni də incətsən mükəmməl olarsan. Sənə bir də böyüyəndən sonra yesən daha yaxşı olar.
Yox, olmaz. Qətiyyən olmaz. Əgər bacıma toxunsan, səni əlimdən kimsə ala bilməyəcək. Fritə. Anam nəsə demək istəyir. O hələ ölməyib. Ölürəm ay Allah. Onsuz da o bir şey qazanmışdı da. Beləcə bir həftə də keçdi. Nənəm ölmədi ki, ölmədi. O hər dəfə kəfəni yırtanda hökmən evin harasındansa heyvan cəsədləri tapılırdı. Nənəm isə hər dəfə daha da iştahla yeyirdi. Hal-hazırda 2-ci mərtəbədə bu yazını yazıram. Artıq tamamilə bədbinliyə qapılmışam. Bu evə ayaq basan heç nə canını tapşırmadan buranı tərk edə bilməyəcək. Atamla anam, böyük dayım, kiçik dayımın yoldaşı, bacım, mən. Varlığımızın özü belə nənəmin ölümündən gəldi. Böyüklər kim nənəmə yaxın olmasaq da, bilirəm ki, bizim üçün də vəziyyət eynidir. Bu yazını yazarkən belə yan otaqda nağlama səsləri gəlir. Mən bilirəm, nənəm bu dəfə də ölən deyil. Bu səfər görəsən kimin növbəsidir? Bu dünyada yaşayan şeylər çoxdur. Əminəm ki, nənəmdən daha zəif şeylər də həddən artıq çoxdur. Elə məhz buna görə də nənəm bugün ölmür ki, ölmür. Sanki nəsə çürüyübmüş kimi qoxur. Mənim sözlərimə inanıb mən və bacımın necə xilas ola biləcəyini bilən şəxslərdən bir xəbər gözləyirəm.